hamımızı birləşdirən növbəti məclisdəyik və bugün çox gözəldir, çünki gözəl simalarla doludur bura. Mənə əziz olan insanlardır, Haqq xanım bizim Türk Mədəniyyət və İrsi Fondunun rəhbəri, Polad Beylulovlu bizim böyük sənətkarımız, Azərbaycan Milli Məclisi Mədəniyyət Komitəsinin sədri, Fərhad Bədəlbəyli bizim böyük sənətkarımız, Musiqi Akademiyasının rektoru, Firəngiz xanım Əlizadə bizim dəyərli bəstəkarımız, bəstəkarları İttifaqının sədri, Günay xanım bizim mədəniyyət sahəsində, o cümlədən bu Türk Mədəniyyət və İrsi Fondu xətti ilə uzun illər fəaliyyət göstərmiş bir insan. Natiq Əliyev bizim böyük heykəltaraşımız, bizim bir çox sənət və mədəniyyət xadimlərimizə abidələşdirmiş insan. Azərbaycanın bütün son bir neçə minlik içərisində dünyada ən çox tərcümə olunan, ən çox nəşr olunan yazıcısı, bunu kim qəbul eləsə də, elə məsələ fakt budur. Bütün gələcək içərisində də hər kəsin təsdiq eləməli olduğu həqiqət budur. Böyük yazıcımız Çingiz Abdullayev. Və mən başlasam bircə bunların hamısı gözəldir bu insanların, hamısının qiyməti var. Gülnaz xanımın öz yeri var, Ramiz Vəlinin öz yeri, hamınız əzizsiniz məzun. Çünki bu gözəl insanlar toplaşıblar və burada bizim Azərbaycan mədəniyyəti birləşir. Və biz bir dəyərli kitabın bayramına toplaşmışıq. Türk xalqlarının musiqi alətləri adlı bir kitab çıxır. Mədəniyyət sahəsinin bir hadisəsidir, amma içərisində böyük siyasəti ifadə edən bir kitabdır. Böyük bir mədəniyyət hadisəsinin içərisində həmişə gərək mütləq siyasət olsun və bizim dövlətimizin başçısı Prezident İlham Əliyevin son illərdə dillərdə dolaşan zərbil məsələ çevrilmiş bir çox fikirləri var. Bizim şərəf tariximizdə həmişəlik qalacaq və böyük zəfərimizlə bitəcək o 44 günlük savaş əsnasında etdiyi çıxışlarda müxtəlif dünya radyo stansiyalarına, televiziyalarına, informasiya agentliklərinə verdiyi müsahibələrdə elə dərin və kəsərli sözlər deyib ki, onların hər biri artıq həm diplomatik dildə, həm də adi insanların dilində zərbi məsələ çevrilir. Və Cənab Prezidentin bir aforizmə dönmüş fikirlərindən biri də bundan ibarətdir ki, bizim başqa bir ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır. Bunu biz hər zaman bilmişik, kökümüz Türk xalqlarıdır, eyni kökdən gəlirik, eyni ağacın olu budaqlarıyıq və bizim bu mərasimdə böyük dövlət və siyasət xadimi Həsən Həsənov iştirak edir. O Türk xalqlarının və türklüyün ən qədim zamanlardan bugünə qədər tarixini araşdırmış bir insandır. Yəni, siyasətçi olaraq onu siyasət içərisində hər şey ifadə eləmişdir, amma bugün alim olaraq bunun ən qədimdən bugünə qədər olan tarixini araşdırır və Türk xalqlarının bir keçmişini əyani şəkildə göstərən bir atlas düzəldir ki, hər bir Azərbaycanlının və hər bir Türkün onu bilməsi, öyrənməsi vacibdir. Türk xalqlarının birliyini hamımız bilir. Bu, hamımıza aydın bir həqiqətdir. Amma bunu gerçəkdə, həyatda sübut eləmək bir başqa məsələdir. Və bu kitabın içərisində 6 Türk dövlətinin musiqi alətləri əks olunur. Əlbəttə, bizim 6 Türk dövlətimiz var, bəli bugün. Amma sabah Türk dövləti adı, dövləti statusu qazanacaq bölgələr, ehtimallar var ki, zaman bizim 20-yə qədər dövlətimiz var ki, gələcək içərisində məhz özünün bayrağı, ümumi, yerli olan və haçansa Birləşmiş Millətlər Təşkilatı ailəsinə qoşula biləcək dövlətlər olacaq. 20-yə yaxın dövlət hələ bundan sonra yaranacaq. Yəni, Türk xalqları böyük və bu kitab, gələcəkdə də bu kitabın başqaları çıxa bilər ki, orada yalnız 6 Türk dövlətinin deyil, digər Türk dövləti, Yaqubların da olsun, Başqırların da olsun, Tatarların da olsun, digərlərinin də musiqi alətləri birləşə bilər. Əlbəttə, bu kitab həm elmi baxımdan, həm mədəni baxımdan çox əhəmiyyət daşıyır. Və uzun illər mən bu məsələlərlə maraqlanmışam, ona görə bu kitab mənim üçün daha əhəmiyyətlidir. Azərbaycanda bu orqanologik, bu bizim musiqi alətlərini öyrənən bir elm sahəsidir və bunun bizdə çox qiymətli mütəxəssisləri olur. Və zamanında elə bu ansamblin yaradıcısı Məcnun Kərimov həm də bir qiymətli alim edir, musiqi alətlərimizin, qədəm musiqi alətlərimizin bərpası ilə məşğul edir. Bu ansambli yaratdı. Polad müəllim xatırı 1987-ci ildə biz Filarmoniyada o zaman ilk dəfə başladıq ayrı şəxsiyyətlərimizə həsr olunmuş gecələr. Onlardan ilki həsr olunmuşdu Şah İsmail Xətaiyə. Və o təşəbbüsün başında zamanında Polad müəllim dururdu. Sonra da biz imkan daxilində çalışdıq ki, bu ənənəni
status alsın, bizim rəsmi ansambllarımız sırasında qoşulsun və Unudulmaz Ulu Öndər 1996-cı ildə qədim xalq çalğı alətləri musiqi ansamblını təsdiq etdi, rəsmiləşdirdi. Özü də sevirdi bu ansamblərin müxtəlif çıxışlarını izləyirdi. Və indi bu kitabın içərisində 6 dövlətin musiqi alətləri birləşir və hər biri haqqında ayrıca burada məqalələr yazılıb və bunları zamanında Səadət Abdullayevanın çox qiymətli monoqrafiyası vardı. Məcnun Kərimovun bununla bağlı çox ciddi araşdırmaları və ayrıca kitabı vardı. Və bugün Abbasqulu Nəcəfzadə həmin xətti davam elətdirir və əvvəlkilərdən də daha yüksək səviyyədə və qalın ki, son illərə qədər Nizami Gəncəvinin əsərlərində, xəmsəsində və divanında 20-yə yaxın musiqi alətinin adı olduğu qeyd olunurdu. Amma Abbasqulu Nəcəfzadənin tədqiqatları göstərdi ki, orada 63 musiqi alət var Nizami Gəncəv. Və bilirsiniz, bütün Türk xalqlarının qədim musiqi alətləri var. Dünyanın başqa xalqlarının da musiqi alətləri var. Ancaq bir elmdir, gerək hər sözü deyəndə bunun arxasında mütləq mənbə olsun və sübut edə biləsən. Mən elan edirəm ki, dünyanın musiqi alətləri nöqteyi nəzərindən ən qədim ölkəsi Azərbaycandır. Heç kimizlə mübahisəyə girə bilməz. Çünki sübutumuz var, çünki bizim qavaldaşımız var. Qavaldaş Qobustandadır. Qobustandakı qaya rəsimlərinin yaşı 5.000 ildir, 10.000 ildir, 15.000 ildir, 20.000 ildir yaşadıqca çatan var. Amma Cingirdarın yanındakı o qavaldaş ki var, onun yaşı ən azı 15-20.000 ildir. Dünyanın istənilən xalqı mənə göstərsin ki, onun 15.000 il, 20.000 il yaşı olan musiqi aləti var, deyil ki, bəli, siz bizdən daha bəlisiniz. Odur ki, Azərbaycan dünyanın ən qədim musiqi aləti olan ölkədir. Demək ki, o qavaldaş vardırsa, onun ətrafına toplaşırdılar, rəqs edirlər. Toplaşmasaydılar, rəqs eləməsəydilər, o musiqi olmasaydı, o Qobustan qayalarındakı o rəsimlər də, o şəkillər də bugünə gəlib çatmazdı. Rəqs vardısa, musiqi vardısa, demək şeir vardı, ədəbiyyat vardı. Və bugün bu kitabın təqdimatının, musiqiyə aid bir kitabın təqdimatının akademiyada, musiqi akademiyasında, Milli Konservatoriyada və digər bir musiqi ocağında deyil, məhz Azərbaycanın əsas baş söz məbədində, bütün şairlərimizi, ədəbiyyatımızı qovuşduran bir məkanda keçirilməsində rəmz var və bu çox qanuna uyğundur. Çünki Azərbaycan ədəbiyyatı olmasaydı, bu ansambl olmazdı. Azərbaycan ədəbiyyatı olmasaydı, o kitab olmazdı. Çünki Azərbaycan ədəbiyyatı olmasaydı, Azərbaycan ədəbiyyatının tarixi mənbə, bizim üçün əsas mənbə odur. Onun əsasında bu musiqi alətlərini biz tapmışıq, bizə çıxartmışıq, bərpa eləmişik, oradakı təsvirlərlə. Yəni, əsas qaynaq Azərbaycan ədəbiyyatıdır və bir də 13-14-cü əsrlərdən sonra yenidən bir çəlişə başlayan Səfəvilər dönəmində Sultan Məhəmmədin rəhbərliyi altında formalaşan bu miniatür məktəbi var. Bir də o miniatür məktəbi ondan əvvəl də bizim 1300 illik bir ədəbiyyatımız ki, son dövrümün ədəbiyyatımız, 1300 illik bir ədəbiyyatımız. Onun içərisindəki məlumatların, bilgilərin əsasında biz bu musiqi alətlərini bərpa eləmişik, canlandırmışıq. Onların hansısa zamanın gedişində öz vəzifəsini yerinə getirib və daha təkmil bir musiqi alətinə yerini verir. Amma onların hər birinin özünün səslənməyə, yaşamağa haqqı var. Bizim Azərbaycan mədəniyyətinin yalnız zəngin mədəniyyət olmaq kimi deyil, həm də istiqamət verici, yönəldici mədəniyyət olmaq kimi böyük bir vəzifəsi olub tarix içərisində. 13-cü əsrdə bizim Səfiyyəddin Nurməli vardı, Kitab-ül Ətvar yazmışdı, Şərəfiyyə yazmışdı. O kitablar 19-cu, 20-ci yüzdə qədər dünya musiqişünaslarının, Avropa musiqişünaslarının masaüstü kitabları idi. Azərbaycan ərəbcə yazmışdı, o dövrün elm dili ərəbcə idi. Azərbaycan dilinin, Azərbaycan türkçəsinə tərcümə olunmazdan əvvəl o kitab fransız dilinə, İngiliz dilinə, Alman dilinə tərcümə olunur. Avropanın mənasını dərk edir. Səfiyyəddin Nurməli yazdığı bütün şərq dünyası üçün. Amma Üzeyir bəy Azərbaycan xalq musiqisinin əsasları kitabında yazır ki, 13-14-cü əsrlərdən sonra o böyük musiqi imarəti kibarətidir, dağıldı və onun sütunları, qalları, kərpişləri bükülmüşdür və onların əsasında hər xalq özünün mədəniyyəti, öz musiqi mədəniyyəti şəkilləndirdi. Azərbaycanın musiqi mədəniyyəti öz şəklini aldı, özbəyiklik, özbək, düşməninki düşmən, İranınki İran, digərlərinki digər. Yəni, 14-15-ci yüzlərdən sonra Azərbaycan musiqisinin də digər musiqilər içərisində siması aydınlaşır. Ona görə Səfiyyəddin Nurməllinin daha ümumi olan yönəldici kitabının yerinə Əbdülqadir Marabayinin kitabı gəldi.
Əbdülqadir Marağay həm türkçə yazırdı, həm farsça yazırdı, yazdığı şeirlərə musiqi bəstələyirdi və onları nota köçürürdü, o dövrün not yazısı ilə. Ona görə bugünlər siz eşidəcəksiniz. Əbdülqadir Marağaydan yadigar qalan əsərlər var ki, diridirlər, yaşayırlar, canlıdırlar. Ona görə də biz iftixar eləməliyik, mədəniyyətimizlə həmişə qürur duymalıyıq ki, belə bir zəngin irsə malikik. Xalqın bir tarix içərisində inanla irəliləməsi, ayaqları üstündə möhkəm dayana bilməsi üçün ən vacib şərt onun keçmişinin olması. Adamın gərək atası olsun, anası olsun, adamın gərək babası olsun. Adam əsillik köklü olanda inanlı olur cəmiyyətçi. Bu adadandır. Amma bir millət üçün də tarix, mədəniyyət kökdür, əsasdır. O zənginlik də bizdə var. Bu kitabın içərisində 6 Türk dövlətinin musiqi alətləri olmuşdur. İndi mən baxıram Azərbaycan hissəsində məsələn qarmonu da verirlər və hələ qarmonu da verirlər. Çünki folklorda bir qabil olunmuş qayda var ki, bir 100 il bir xalqın malıdırsa, o çevrilir olur xalqına. Amma düşünürəm ki, orada qarmonu yox, bizim 200-ə qədər artıq, bəlkə 200-dən də biraz çox qədəm musiqi alətimiz var. 200 musiqi alətimizdən başqalarını orada vermiyorlar bu qarmonun yerinə. Amma qarmon da olar, onu verəndə də gərək deyirlər ki, niyə? Çünki Azərbaycan qarmonu başladı. Qazan qarmonundan vaxtında zamanında 19-cu əsrin sonu 20-ci əsrin əvvəllərində xüsusən Əhəd Əliyev onu təkmilləşdirdi. Azərbaycanlılaşdırdı, onu Azərbaycan dilini öyrəndi. Onu orada yazmıyorlar. Onu yazmayanda göydən düşmək kimi gəlir. Yəni, bu elm əsər deyil əlbəttə, amma hər bir əsər ortaya çıxır, gərək onun bir elmi tərəf olsun. Orada indikatlar çox olabilir. Mən onun sonra ayrıca tərtibçiləri deyərəm ki, gələcəkdə belə şeyləri nəzər alsınlar. Amma hər halda böyük bir kitab yaranır. Ayrıca hər bir xalq orada özünün Qazaxıstandan, Türkmenistandan, Özbekistandan, Qırğızıstandan hər kəs öz musiqi alətlərini təqdim edir. Əlbəttə, biz hamısını təqdim eləmədiyimiz, onlar da hamısını təqdim eləmirlər. Yoxsa bu kitabların hər biri kimi bir ayrıca kitab olmalıydı ki, o mədəniyyətlərin hamısı orada əksini tarsın. Amma indi burada çatışmayan bir şey var ki, o mütləq olsun. Biz Türk dünyasından, Türk ailəsindən danışırızsa, bunlar ayrı-ayrı dayanırlar. Bəli, ayrı-ayrı dövlətlər dayanırlar. Amma bu ayrı-ayrı dövlətlərin o Cənab Prezidentin dediyi, yalnız o Qaramacın dediyi ki, o Türkliklər bu ideya yazılır. Dəmir yumruğa çevrilməsi üçün, vəhdətli olmasın, bir olmaq üçün bir-birindən keçən fərqləri görmək lazımdır. Biri tambur deyilsə, biri domura deyilsə, bunlar aydındır ki, bunun içərisində dayanan özək eynidir. Bax, o özək bir-birindən keçən mədəniyyətlər ki var, mədəniyyətlərin boğuşması və bir-birində ərməsi, bir-birini davam elətdirməsi, niyə bu xalqların digər xalqlardan daha artıq bir-birinə qohum olması yalnız dildə, etnik kökdə deyil, həm də bu mədəniyyətlər ortaya çıxır ki, və bu kitabda gərək görünsün. Gör ki, gələcəkdə elə bir yazı olsun ki, bunun ya əvvəlində, ya sonunda ki, bu mədəniyyətlərin bir-biri ilə bağlılığın əyani şəkildə göstərsin. Amma əsas odur ki, bu kitab var. Çünki bəzən görülmüş işə əmmal qoyanlar çox olur. Amma əsas işi görmək, iş görülür, ortada böyük bir iş var. Və burada oturan adamların hər biri də köhnə profesionallardırlar, iş görməyi bacaran adamlardırlar. Biz tarı da yaxşı öyrənmişik, kamançanı da yaxşı öyrənmişik. Ayrı-ayrı bizim neydə, balamanı da, digər musiqi alətlərimiz. Amma elə musiqi alətlərimiz var ki, onlar bizim üçün yenidirlər. Tarixçilərimizlər 1000 yaşı var, amma yenidən bərpa olmaq, təzədən həyata qayıdır və onları biz yaxşı öyrənməliyik, xalqa bunu çatdırmalıyıq ki, xalqın gözünün qabağında olsun, xalqın qulağında olsun o səslər. Və mən təbrik edirəm Türk Mədəniyyət və İrsi Fondunu. Aktador xanımı təbrik edirəm, Günay xanımı təbrik edirəm ki, sizin rəhbər olduğunuz dönəmdə bu hazırlanır. Və bu böyük bir mədəniyyət hadisəsidir, mədəniyyətimizə bağlı olan insanları təbrik edirəm. Fərhad müəllim, mənim əziz qardaşımı təbrik edirəm, onun rəhbərlik elədiyi Musiqi Akademiyası bugün bizim yalnız musiqimizin deyil, mədəniyyətimizin əsas mərkəzlərindəndir və mən çox sevinirəm və bu da rəmzidir ki, Üzeyir bəyin təməlini qoyduğu o böyük ocağa bugün elə həmin şəcərədən, həmin nəsildən, həmin kökdən olan bir insan rəhbərlik edir. Fərhad bəyin böyük sənətkarımız, böyük zövq və düşüncə sahibi. Ona görə zənn edirəm ki, hələ gələcəkdə də Türk Mədəniyyət və İrsi Fondu, Musiqi Akademiyası bizim digər ədəbiyyat, mədəniyyət, sənətlə bağlı qurumlar bu qəbul əsərləri ortaya çıxaracaqlar, mədəniyyətimizi zənginləşdirəcəklər. Musiqi alətlərimiz, bu ədəbiyyatımızda dedim, həmişə əksini tapıb. Deyək, Cəlaləddin Rumi 13-cü yüzdən bir böyük şair idi ki, məsnəvi yazıb, onun kitabına mənəvi Quran deyirlər, mənəviyyat məsələsi deyirlər. Və
Naxçıvanski haqqında bir bilgi axtaranda ki, bunun tarix açandan başlanır, ona müraciət edirlər. Əbu Nəsir Farabi ki, bir böyük alimdir, yalnız şərq üçün deyil, dünya üçün. Farabi'dir, tarixdan danışanda Farabi dedim, Əbu Nəsir Farabi yada düşür. Çünki vaxtı ilə Üzeyir bəy 20-ci illərdə məqaləsi vardı ki, tarix yaradıcısı Farabi'dir. Farabi'dən ayrıca bir musiqi əsərlər var. Nizami böyük bir alim idi. Nizaminin əsərlərində sıra-sıra musiqi alətləri var və sadəcə şəklini çəkmir onların. Həm də onların necə səslənliyini, insana hansı təsirlər göstərdiyini yazır. Və odur ki, biz klassik irsimizə hələ çox müraciət eləməliyik və müraciət elədikcə də bunun içərisindən çox böyük incəliklər çıxacaq. Düşünürəm ki, Türk Mədəniyyəti və İrsi Fondunun növbəti işlərindən biri də bu ola bilər ki, məhz Türk xalqlarının böyük şairləri ki var ki, məsələn, götürürük Nəvaini, məsələn, götürdüm, Füzulini götürdüm, Xətaini götürdüm, digərlərini. Onların yaradıcılığında kəsişən mədəniyyətləri əks elətdirən və belə bir kitab ortaya çıxarsınlar. Və bir məsələnin də mən, musiqi dildir. Hər bir xalqın danışdığı dil var, amma o dildən əlavə hər bir xalqın öz musiqi dili də var. Hər xalqın özünün çox dəqiq musiqi dili olduğundan, sən Azərbaycan mahnısını bugün bir nəfər ifa edib, onun içərisində bir Fars boğazı salanda, yaxud bizimlə qardaş olan Türkiyə dillərinin hansısa bir boğazın ora salanda, nəfəsini salanda, hər kəs deyir ki, Azərbaycan dilində olmalı. Azərbaycan dilinin özünün dəqiq ifadə tərzi var. Və indi biz bu Türk ailəsindən danışırıq, bu məsələnin həm də vacib bir tərəfidir. Biz indi burada çıxışlar olacaq, Rus dilində təqdim edəcəkdir. Biz əgər deyiriksə ki, bizim ailəmiz Türk ailəsidir. Biz bundan başqa ailəmiz yoxdur. Bunu gələk biz əməlimizdə daim sübut edəyik. Kitabın əməlimizdə sübut eləmişik. Gələcəkdə düşünürəm ki, bu Türk dünyasının işçi dil olaraq Türkiyə Türkçəsini götürmək olar. Amma 100% Türkiyə Türkçəsini yox. Hər kəs öz dilində danışsın çıxışlarda. Amma Türkiyə Türkçəsini bir model olaraq ona uyğunlaşdıraraq danışan. Elə deyək ki, danışanı fikirləşək ki, bax, məni Özbək də başa düşsün, məni Qazaq da başa düşsün, Azərbaycanlı da başa düşsün, Azərbaycanlı da Qırğızı da nəzərdə tutsun. Yəni, Türkiyə Türkçəsinə uyğunlaşdırıb biz danışsaq, öz sözlərimizi də, hər xalq öz sözlərini də işləsin, bu adət eləsin qulaqlar bir-bir. Ortaq Türkçə bu cür ola bilər ki, ortaq Türkçə deyəndə, ortaq Türkçə yalnız bizim belə işçi dil olaraq ortaq Türkçə. Hər kəs öz dilinin saflığını da, bütövlüyü də qorumalıdır. Ona görə biz ya Rusçanı, ya İngilizcəni ortaq ünsiyyət dili kimi qəbul eləmək. Bu artıq keçmişdə qalan bir şey. Bizim dəqiq siyasətimiz var və bu siyasəti də dövlət deyir. Bu çox mühüm bir məsələdir. Tarixləri mən yaxşı araşdırmışam. 1920-ci, 30-cu illərdə mən Türkəm dediyinə görə çox insanlar Sibirə gediblər. Moskvada bu yaxınlarda 2 cildlik kitab bırakılıb. Repressirovanная Türkologiya. Repressiyaya uğradılmış Türkoloji. Minlərlə alimin adı var orada, hamısı güllələnirlər, böyük alimlər olduğuna görə. Və 1926-cı ildə Bakıda Türkoloji qurultay keçirildi. Rus dilində danışmayanlar. Hər kəs Qazaqça danışır, Özbəkcə danışır, Türkmənçə danışır. Hamısı da bir-birini başa düşürlər. Ona görə biz bu istiqamətində düşünməliyik. Bizim hələ böyük ailə olmaq üçün, vəhdətli olan ailə olmaq üçün görməli olduğumuz çox işlər var və mən sevinirəm ki, belə vacib işlərdən, belə vacib addımlardan biri atılıb, belə bir iş görülür. Mən hamınızı Türk Mədəniyyət və İrsi Fondunu da, Musiqi Akademiyasını da təbrik edirəm, mədəniyyətimizi təbrik edirəm ki, belə bir xoşbəxt, sevindirici hadisə baş verir. Mübarək olsun bu kitabın gəlişi. Və mən dəvət edirəm Türk Mədəniyyət və İrsi Fondunun rəhbəri Aktodu xanımı ki, bəzi düşüncələrini bölürsün kitabın bağlı. Buyurun. Sağ olun. Xeyirli gün, hörmətli dostlar, əziz tədbir iştirakçıları, hörmətli xanımlar və cənablar. Hər birinizi Türk Mədəniyyəti və İrsi Fondunun Bakı Musiqi Akademiyası ilə birgə əməkdaşlığı çərçivəsində nəşr edilən Türk dilli ölkələrin milli musiqi alətləri kitabının təqdimət mərasimində salamlayıram. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin təşəbbüsü Qazaxıstan, Qırğızistan, Türkiyə dövlət başçılarının dəstəyi ilə yaradılan Türk Mədəniyyəti və İrsi Fondu, Türk ölkələrinin zəngin mədəniyyətinin və irsinin çox əsrlik tarixinin qorunması,
beynəlxalq aləmdə təbliği və gələcək nəsillərə ötürülməsi istiqamətində fəaliyyət göstərir. Fondun növbəti layihəsinin təqdimət mərasimi başlamazdan əvvəl qısaca demək istəyirəm ki, 2024-cü il təşkilat üçün böyük uğurlar ilə yadda qaldı. Öncə fondun şurası haqqında məlumat vermək istəyirəm. Türk Mədəniyyəti və İrsi Fondunun nizamnaməsinə uyğun olaraq fondun şurası ali nəzarət orqanıdır və üzvləri mədəniyyət nazirlərinin səviyyəsində təşkil olunur. Geçən il təşkilatımızın nizamnaməsinə əsasən fondun fəaliyyətində ilk dəfə olaraq Azərbaycanda fondun mənzil qərargahında Türk ölkələrinin mədəniyyət nazirlərinin iştirakı ilə təşkilatın ilk şura icrasını keçirdik. Bu kontekstdə Azərbaycan Respublikasının mədəniyyət nazirliyinə fondun fəaliyyətində fəal iştirakına, beynəlxalq layihələrdə dəstəyinə və təşkilatımızın işinə verdiyi töhfələrə görə xüsusi təşəkkürümüzü bildiririk. 2025-ci ildə isə fondun şurasına Qazaxıstan Respublikası sədrlik edir. Cari ilin fevral ayında nazirlərin iştirakı ilə Astanada uğurla fondun ikinci şura icrasını geçirdik. Fondun 2024-cü il üzrə iş planında 25 layihə təsdiqlənmişdi. Lakin fond tərəfindən bərpa və müzikləşdirmə, elmi və mərifləndirmə, təhsil, mədəniyyət və incəsənət, o cümlədən yaradıcılıq sahələrində 75-dən çox geniş miqyaslı layihə icra edildi. Hatırlatmaq istərdim ki, 2023-cü ildə Türk Dövlətləri Təşkilatlarının 10-cu zirvə toplantısından sonra biz yeni strateji fəaliyyət mərhələsinə qədəm qoymuşuq. Astanada keçirilən zirvə toplantısının bəyannaməsində verilən tapşırıqlara uyğun olaraq. Ötən il biz İşgənddə Alıqul Osmanovun ev müzeyinin bərpəsi və müzeyləşdirməsi işlərini uğurla başa çatdırdıq. Türk dünyasına baxış 2040 və Türk Times strateji sənədlərinə əsaslanaraq biz Türk mədəni irsinin çox dilli kataloqunu çapa hazırlayıb. Bu kataloq yaxın illərdə Türk irsinin rəqəmsal platformasının yaradılmasına təməl olacaq. Bundan başqa, təşkilatımız 5-ci Dünya Göçəri oyunlarına dəstək verərək biz yeni də gəldim mədəniyyətimizi ictimaiyyətə təqdim etdik. Qardaş təşkilatlarla əməkdaşlıq baxımından da ötən il bizim üçün uğurlu oldu. Bilək ki, Türk Dövlətləri Təşkilatı, Türksoy və Türk Akademiyası kimi qardaş təşkilatlarla əməkdaşlıq edərək biz Türk dünyasının tarixi və mədəni irsinin uyğunlaşması və qorunub saxlanması UNESCO nöqteyi nəzərindən mövzusunda beynəlxalq konferans keçirdik. Bu tədbir 2024-cü ilin Neft Türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi münasibətilə Türkmenistanın Neft şəhərində keçirilmişdir. Həmçinin qədəm neft mədəniyyəti mövzusunda beynəlxalq konferans təşkil olunmuşdur. UNESCO ilə əlaqələnib biz Türk ölkələrin
qeyri-maddi mədəni irsinin çox millətli nominasiya layihələrinin koordinasiyasına başlamışıq. Hazırda biz öz ölkələrdə Qurama, Kuru, Katlama, Kırkıyama və Alpamış dastanı üçün çox millətli nominasiya təqdimatı üzərində işləyir. Azərbaycanın Şuşa və Bakı şəhərlərində, Türkiyənin İstanbul şəhərində və Qazaxıstanın Tambalı və Kulan bölgələrində Türk mədəni irsinin idarə edilməsi üzrə təhsil proqramları həyata keçirilib və təcrübə proqramları həyata keçirilib. Eyni zamanda fond Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə birgə Azərbaycanın ayrılmaz parçası olan tarixi Qarabağ bölgəsinin Füzuli şəhərində yerləşən 18-ci əsrə aid Qocaqbelli məscidinin bərpası yönündə hazırlıq işlərinə başlamışdır. Türk dünyasının görkəmli şəxsiyyətləri, Türk dünyasının ədəbi inciləri, Türk dünyasının elmi inciləri adlı eyni kitab seriyalarından 18 kitab nəşr etdik. Eyni zamanda biz media fəaliyyətimizi də davam etdirdik. YouTube'da yerləşdirdiyimiz Türk Discovery kanalımız yüksək keyfiyyətli mazmunu ilə izləyici auditoriyasını cəlb edir. UNESCO 2024-2025 illərini Mahmud Qaşqarinin Divani Lüğət At-Türk əsərinin yubileyinə həsr edir. Bu təşəbbüsə dəstək olaraq biz Bişkəkdə beynəlxalq sərginin açılışını keçirdik. Hazırda sərgi Qazaxıstandadır və 2025-ci il ərzində Türk dünyasının digər ölkələrində təqdim olunacaq. Odan il noyabrda Qırğızstanın Bişkek şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının dövlət başçıları 11-ci zirvə toplantısında fondun fəaliyyəti və əldə etdiyi uğurlar xüsusilə Qırğızstanın prezidenti Cənab Sadır Japarov tərəfindən yüksək qiymətləndirildi. Həmçinin zirvə toplantısında Özbekistan Respublikasının prezidenti hörmətli Cənab Şavkat Mirziyoyev öz çıxışında fondumuza tam hüquqlu üs olmaq üçün hazır olduğunu ifadə etdi. Bundan əlavə Türkmenistan dövlət təşkilatımıza müşahidəçi dövlət kimi qoşulmağa hazır olduğunu bildirən diplomatik nota təqdim edir. Odan ili biz Türk dünyasının və ümumilikdə dünya mədəniyyət irsinin qiymətli incisi olan Divani Lüğət At-Türk'ün 950 illiyinə həsr olunmuş geniş miqyaslı sərgi və beynəlxalq konferansın geçirilməsi ilə başa çatdırdı. 13 dekabr 2024-cü ildə Fransanın Paris şəhərində UNESCO-nun Mənzil qərargahında geçirilən bu konferansda fond Fransada akreditə olunmuş Türk dövlətlərinin səfirlərini, UNESCO üzrə Milli Komissiyasının baş tərkiblərini və Türk dövlətlərinin UNESCO-daki daimi nümayəndələri, həmçinin Azərbaycan, Qazaxıstan, Qırğızistan, Türkiyə, Özbekistan, Türkmenistan, Macaristan və digər ölkələrdən görkəmli alimləri bir araya gətirdi. Tədbirdə UNESCO-nun və digər beynəlxalq təşkilatlarının nümayəndələri, eləcə də Türk dünyasının ziyalıları da iştirak etdi. Bütün bunlar təşkilat olaraq gördüyümüz işlərin az bir hissəsi qısa içmədə idi. İndi isə sizlərə təqdim olunan kitab haqqında fikirlərimi bölüşmək istəyirəm. Türk dilli ölkələrin milli musiqi
musiqi alətləri kitabı fondun növbəti geniş miqyaslı layihəsidir. Vurğulamaq istəyirəm ki, bu layihənin həyata keçirilməsinə 2023-cü ildə başlanılıb və keçən il fondun tam dəstəyi ilə Nəşr Işıq üzü qurub. Bu münasibətlə fondun dəstəyi ilə bu musiqi atlasının nəşrinə öz töhfələrini verən hər kəsə, xüsusilə də fondun birinci prezidenti və layihə rəhbəri Millət vəkili Günay Efendiyevaya, Bakı Musiqi Akademiyasının rektoru, Azərbaycan Respublikasının xalq artisti Profesor Fərhad Bədəlbəyliyə və Akademiyanın bütün kollektivinə dərin təşəkkürümü bildirirəm. Bu kitab altı Türk dövlətinin alimlərinin, sənətşünaslarının və müzikəçilərinin birgə əməyinin nəticəsidir. Kitab oxuculara Türk dünyasının musiqi alətlərinin mahiyyətini açır və onlara əhatəli biliklər qazandırır. Gələcəkdə müzikşünaslar bu əsəri ensiklopediyaya çevirməyi təklif edirlər. Bu dəyərli işlər öz töhfələrini verən bütün redaktorlar, layihə koordinatorları və redaksiya heyətinin üzvlərinə dərin təşəkkürümü bildirirəm. Xüsusilə Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyində təqdimatın keçirilməsində dəstək göstərən hörmətli el xadimi, Milli Məclisin sədr müavini, akademik Rafael Hüseynova dərindən minnətdaram. Sonda vurğulamaq istəyirəm ki, bizim üçün bu təqdimat yalnız Türk dünyasının mədəni irsinin daha dərindən öyrənilməsi və qorunması yolunda aldığımız addımlardan biridir. Hər kəsə diqqət və iştirak üçün təşəkkür edirəm. Türk Mədəniyyət Məclisi Fondunun rəhbəri Aktör Ayınquluya minnətdarlığımı bildirirəm. Bütün fondun fəaliyyət yolu haqqında geniş məlumat verdi. Amma musiqi müxtəlif janrlardan, formalardan ibarətdir. Simfoniyası da var, oratoriyası da var. Amma mahnı janrından mənim çox xoşum gəlir. Mahnı janrında simfoniya uzana bilər, yarım saat ola bilər, 1 saat ola bilər. Amma mahnı janrının bir xüsusiyyəti var ki, adətən 3 dəqiqə olur. İndi bəstəkarlar biraz uzadırlar, 4 dəqiqəyə də çatır. Mən istəyirəm ki, mahnı janrına uyğun olsun bundan ki, sonraki çıxışlar ki, albadal tədbirlər var, cəmaat orada gedib çatırılsın. Mən dəvət edirəm Günay xanım Əfəndiyevanı, millət vəkilini, həmin bu Türk Mədəniyyət Məclisi Fonduna Aktör xanımla əvvəlcə təqib eləmişlər bu kitabın ortaya reaksiya gəlməsində əməklər olmuş insanı, kitaba da müqəddiməsi var. Buyurun, Günay xanım. Hörmətli tədbir iştirakçıları, hörmətli qonaqlar, əziz dostlar, mənim üçün çox xoşdur ki, bu günləri bu möhtəşəm Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyində belə önəmli layihənin, Türk milli xalqların musiqi milli alətləri layihəsinin təqdimatına toplaşmışıq. Və xatirələr məni əslində 2 il öncəsinə aparır. Biz o vaxtları Beynəlxalq Türk Mədəniyyəti Məclisi Fondu və Bakı Musiqili Akademiya ilə birgə mən və hörmətli Fərhad müəllim Bədəlbəyli memorandum, əməkdaşlıq memorandumu imzalamışdıq və bu memorandum müxtəlif aspektləri əhatə edirdi, amma əsas əlbəttə ki, birgə əməkdaşlığın daha da inkişaf etdirilməsi və birgə layihələrin həyata keçirilməsi. Və bu layihələrdən birincisi bu günləri təqdim etdiyimiz Türk dili xalqlarının musiqi alətləri layihəsidir. Bu layihə üzərində çox ciddi iş aparıldı. Müxtəlif dillərə Azərbaycan, Rus, İngilis, Türk
institutlərinin əsaslarından birini təşkil edir. Və bu mədəniyyətin əslində əsas mühüm o sütunlarından biri musiqidir və əlbəttə musiqi alətləridir. Bu kitab nədir? Bu kitab ilk növbədə əlbəttə bizi birləşdirən amildir. Bizi Türk dili xalqları birləşdirən amildir və baxın, biz bu günləri bizim tariximizdir, bizim keçmişimizdir, bizim adət-ənənələrimizdir, bizim folklorumuzdur. Bu günləri biz Dədə Qorqudun müdrikliyindən danışırıqsa, bu günləri biz Manasın, Qədim Manasın qəhrəmanlığından danışırıqsa, biz qoxuzu yada salırıq. Bu günləri biz Abayın yaradıcılığından, onun mahnılarından, onun şiirlərindən danışırıqsa, biz Domranı xatırlayırıq. Bu günləri biz Qəhrəman Koroğlunun Nigara eşqindən danışırıqsa, Aşıq Veysəlin, Aşıq Ələsgərin fəlsəfəsindən danışırıqsa, biz əlbəttə sazı xatırlayırıq. Və bu siyahını düşünürəm ki, uzun davam etmək olar və yəqin ki, bu yeni tədqiqatların mövzusu ola bilər. Digər tərəfdən də bu kitabın digər, düşünürəm, önəmli tərəfi bu dünya mədəniyyətinə verilmiş töhfədir. Və siz bilirsiniz, hörmətli xatırlayırsınız, bu günləri biz Azərbaycan muğamından danışırıq, Azərbaycan aşıq sənətindən danışırıq. 90-cı illərin sonunda, 50-ci illərin əvvəllərində hörmətli Azərbaycanın birinci vitse-prezidenti, Heydər Əliyevin prezidenti hörmətli Mehriban xanımın dəstəyi nə dərəcədə hər birinizin yadınızdadır və bunun nəticəsi olaraq muğam bu günləri hər yerdə parlayır. Bunun nəticəsi olaraq bu günləri müxtəlif muğam festivalları keçirilir, muğam müsabiqələri keçirilir və Türk dili xalqların, digər xalqların nümayəndələri orada yüksək yerlərə layiq görülür. Mən Rafael bənim çox danışmayacağım, çox danışmaq istəmirəm. Mən bu kitabın hərsəyə gəlməsində hər birinin kimin zəhməti varsa hər birinizi təbrik edirəm. İlk növbədə Fərhad müəllim sizi, sizin kollektivinizi, Yeganə xanım, İlnaz xanım, Nuridə xanım və hər birinizi. Mən Aktadı xanıma təşəkkür edirəm bu gözəl təqdimatlar üçün və Rafael müəllim əlbəttə ki, sizə bu möhtəşəm atmaları bizim kimi ilə görüşmək üçün çox sağ olun, təşəkkür edirəm. Bu kitab müxtəlif dillərdədir və ona görə də gələcəkdə mən tövsiyə kimi deməyi vacib sayıram. Gələcəkdə bu məsələni mütləq nəzərə almalıdır. Azərbaycan dilində olsa yalnız özümüz oxuyuruq, amma İngilizcə də var orada, Rusca da var. Demək, bunu çox böyük auditoriya oxuyacaq. Ona görə belə kitablar ortaya çıxanda, xüsusən də həm mədəni növrə üzərində siyasi mənası olan kitablar üzə çıxaranda elə demək lazımdır ki, bizə əmma qoyanlar, irad tutanlar az olsun. Bu mətinlərə mütləq diqqət yetirmək lazımdır. Gələcəkdə bunun təkrar nəşr olacaqsa və olmalıdır. Və oraya yalnız Türk dövlətlərin deyil, bu gələcəkdə dövlət ola biləcəyini elə bir Tataristanınki da ayrıca eləmək olar da, digərlərində, Başqırlarda, Tuvanda, digərlərində eləmək olar. Onda bizim o Türk dünyasının böyüklüyü, zənginliyi də görünəcək. Amma mətnlərə diqqət yetirmək olar. Mən gecə saat 3-əcən oxumuşam orada mətnində. Elə bir mətn yoxdur ki, orada mənim onlarla qeydim olmasın. Hələ mən musiqişünas deyiləm, belə bir həvəskər kimi bu şeylərdən məşğulam. Yəni, elə şeylər var ki, mübahisə eləmək olar, elə şeylər var ki, belə yazmaq olmaz. O şeylərə fikir vermək lazım ki, gələcək. Başqa dillərdə çıxır, ortaya çıxırsa gərək o mətnlərdə həmişə çox ciddi olaq, dəqiq olaq, bunu elm tərəfində düşünək. Yəni, elm əsəri yazmıyor, bunu populyar yazır. Amma elm etdiyi sababına irad tutanlar az olsun. Hər halda bir böyük əsər yaranır və mən arzu edirəm mütəməl davam eləsin. Bizim böyük sənətkarımız, böyük musiqiçimiz, Üzeyir Hacıbəylarla Musiqi Akademiyasının direktoru Profesor Fərhad Bədəlbəyli ilə bir yerdə orada çox böyük layihələr üzərində işləmişik vaxtıyla. Bizim unudulmaz böyük bəstəkarımız, dirijorumuz və alimimiz Əfrasiyyət Bədəlbəylinin musiqi lüğətini biz hazırladıq, çox gözəl bir əsər ortaya çıxdı. Üzeyir Hacıbəylinin Azərbaycan xalq musiqisinin əsasları kitabını Musiqi Akademiyası hazırladı. Sırf elmi, samballı bir əsər, böyük bir elmi kollektivan üzərində işlədi. Yəni, bu istiqamətdə, yəni bu kitaba qədər Musiqi Akademiyasında çox böyük işlər görür və inanıram ki, gələcəkdə də bu istiqamətdə çox
Bilirsiniz, xaricdə olanda adam darıxır, vətəni yada salır. Hansısa bir məhəbbətlə əfsanə olanda adam kədərlidir və istəyir ki, birisi təbəssüm hiss eləsin. Yenə bu alət yadıma düşür. Bülbülün evində, Şuşada, çay içəndə yenə bu səslər gəlir. Bir başla bakalım. Doğrudan büyük güzeldir. Çal çal. Bu balaca aileler ne büyük bir kudret var, ne büyük silahtır. Nenem şüyüt bu hazırlayır, anam neyse değil. Biz bunlarla kaçır, ora, bura. Güzel evler. Həmişə bu musiqi ilə, həmişə bu musiqi mənimlə. Çox sağ olun. Görürsünüz, doğrudan bu musiqinin gücüdür. Və əgər bu gözəl ansambl burada oturur, mən də bu ansamblın taliyində mənim də rolum var. Biz Poladında Filarmoniyanın direktoru idi. Bizi onda Mədəniyyət Nazirinin müavini bizim Teymur Ali böyük yazıcımız, böyük ictimai xalqı dəvət elədi. Dedi ki, siz neylə məşğulsuz? Dedim ki, neylə məşğul? Mən öz işimlə Poladır. Yox, siz maarifçiliklə məşğul olmalısınız. Nə demək? Teymur mən. Birinci musiqi ədəbi məclisi oradan çıxdı. Xatay məclisi və Məcnun müəllimlə biz danışdıq. Birinci dəfə bu ansambl orada çıxış elədi. Özünü Teymur müəllim mənə dedi ki, məclisi sən aparacaqsın. Teymur müəllim, siz nə danışırsınız? Rafael var, bizim musiqi yox, bax sən aparacaqsın. Elə bil bu mənim üçün ən böyük, əlbəttə böyük bir imtihan idi. Rus diliydim, Rus məktəbdə oxuyordum və bizim üçün bu o qədər də asan iş deyildi. Amma yenə Allah rəhmət eləsin sənin baban. Böyük ictimai xadim, böyük şair, böyük insan və ansambl onda yaratdı və sonra əlbəttə Türksoy xətti ilə çox qastrol səfərində olmuşdu. Mən türkçülük barədə dostum Rafael çox danışdı. Amma türkçülük doğrudan biz bugün Turanın nəfəsi hiss edirik. Bu doğrudan. Eğer 20-ci əsrin əvvəlində Yusif Akçura, Əlbək Hüseynzadə, onların ən böyük arzusu o idi ki, Türk millətlər birləşsin. Müslüman zonada yox, türkçülükdə, türkçülük və bugün bizim prezidentimiz vaxtilə Xarici İşlər Nazirliğində işləyən bizim böyük dostumuz, böyük qardaşımız Həsən müəllim Həsənov, o siyasət idi. O Azərbaycan birinci addım məhz Azərbaycan adıdır. Qazan, Baxçısaray və Bakı bu üç nöqtə əlbəttə türkçülüklə həmişə böyük bir məna daşıyır. Mən çox şadam ki, fond bugün işləyir. Mən çox şadam bu kitab. Mən tənqidi həmişə normal qəbul edirəm. Rafael tənqidçidir və tənqid eləməlidir. Tənqidsiz biz pas atıb qalacağıq. Tənqid mütləq olmalıdır və yenə baxmalıyıq. Və əlbəttə, ən böyük arzum odur ki, kitablar Qərb universitetlərdə, məhz Qərb universitetlərdə, Amerikada, Avropada, bütün kitabxanalarda olsun. Biz göndərməliyik, biz aktiv olmalıyıq. Yəni, təbliğat olmazsa, bu kitab bizim aramızda qalacaq. Kimə lazımdır? Biz özümüz bilirik. Mən lazımdır ki, biləcək, Alman universitetdə ya Fransız universitetlərdə bu kitab mütləq olsun. Mən hamısını təbrik edirəm. Mən Rafael sənə təqdimatlarını bildirəm. Bu ocaq çox belə müqəddəs ocaqdır hamımız üçün.
sənin fəaliyyətin, xüsusi sənin verişlərin telekanallarda möhtəşəm bir maarifçilikdir. Sənə dərin minnətdarlığımı bildirirəm və ümidvaram ki, kitablar çıxacaq, yeni hansısa bir tədbirlər olacaq. Mən sizi yenə ürəkdən təbrik edirəm. Uşaqlar, musiqinin vaxtı. Çox təşəkkür edirəm. Mən Fərhadın atası, bizim unudulmaz rejisörümüz Şəmsi Bədəlbəyli ilə Fərhaddan da əlbət dostudum və Şəmsi müəllim Ülvi Rəcəbdən bir dəfə danışırdı. Dedi ki, Ülvi Rəcəb nəyin üstündə tutdular? Deyir, onun bir balaca bal oxudanı vardı. Əlinə bir bal düşmüşdü, orada bir türk müğənnisi oxuyurdu. Onu dedilər, sən panturkistsən. Bir də romanliyə görə bunu tutdular, getdi. Biz hansı xoşbəxt günlərin içərisində yaşadığımızın fərqində olmalıyıq. Dediyim kimi, mən Türkəm dediyinə görə, Türkçiliyə görə insanları həbs ediblər, sipirlərə göndəriblər, bütün nəsilləri məhv olub gedib. Bugün Türk mədəniyyət və irsi fondu var. Bugün Türk dövlətləri yığışır bir yerdə, iclaslar keçirdirlər, müşavirələr keçirdirlər, sənədlər imzalayırlar. Bu möhtəşəm bir hadisədir və o birliyə xidmət edən nələr varsa biz onların uğrunda mübarizə aparmalıyıq və onları qorumalıyıq və bu təbii bizim işlərimiz çox olmalıdır. Məsələn, Natiq bizim böyük heykəltaraşımızdır. Türk dünyasının neçə böyük şəxsiyyətinin abidəsini düzəldir və bu da bizim mədəniyyətlər arasındakı köprüdür. Günlərin birində elə o istiqamətdədir. Nəsə, Türk dünyasının birciyini əks etdirən bir abidə də gərək olsun Bakının mərkəzində. Nəvaini düzəldirsən, Çingiz Aytmatov'u, digərlərini yaradırsan öz yerində. Amma Türk dünyasını birləşdirən böyük şəxsiyyətlərin və yansıza rəmzlərin bir abidə də mütləq olmalı, bunu haqqında da düşünmək lazımdır. Kitablar öz yerində bizim o birliyin mədəniyyətin ifadəsini göstərən kitab sadəcə bir vasitədir, daha başqa vasitələrdən də istifadə etmək lazımdır. Fərhad musiqi adamdır və həm də mahiyyətində qanunda rejissörlük var. Ona görə öz çıxışı üçün bir rejissura da vurmuşdu, musiqi vəzəyi də gətirdi. Çoban Bayatı səsləndirir, biləsiniz. 1932-ci ildə bizim unudulmaz böyük Bülbül bir müğənni olmaqdan daha əvvəl alim idi. Biləsiniz, Azərbaycan bugün musiqi oxuma məktəbi varsa, onun təməlini qoyan Bülbül. Bugün Azərbaycan vokal varsa, onun bağıntısı Bülbül olmasıyla olmayacaq. Getdi İtaliya oxudu və müqamatın içindən çıxmış bir adam idi. O müqamatla, xalq musiqisi ilə İtalyan vokalını birləşdirdi, Azərbaycan vokalını yarattı. Azərbaycan oxuma məktəbini yarattı. Ramil Qasımov burada oxuyacaq. Ramil Qasımov bu məktəbin ən gənc yetirmələrindən biridir və indi özü də müəllimdir, dərs deyir. Bülbülün vokal məktəbi, oxuma məktəbi əsasında bunu öyrədir. 1932-ci ildə ekspedisiya getmişdi Qarabağa, Asət Zeynallı ilə bir yerdə. Və ilk dəfə o həmin unudulmuş xalq arasında vardı, amma radioda, auditoriyada səslənmirdi. Çoban Bayatını ilk dəfə orada işlemişdi, sonra Avrupa adam olduğuna gələcək fikirləşdiyinə görə günlərin birində oturub bir ekspedisiyanın tarixi haqqında söhbət eləmişdi. Radionun fondunda səs qalır və Çoban Bayatını ki orada işlemişdi və Azərbaycanda da operativ səs yazmanın binasını qoyan Bülbüldür. Fonobaliklərə yazırdı, musiqini təzyiq edən kabinet düzəltmişdi konservatoriyada, indiki musiqi akademiyasında təmin edildi və ilk dəfə orada səslənir. Və bizim Munis Şəripovun bugün rəhbərlik elədiyi Azərbaycanın qədim musiqi alətləri ansambli bizə unudulmaz Məcnun Kərimovun yadigarıdır. O da bizim xalq musiqimizin tədqiq istiqamətində çox unudulmaz xidmətlər görüb, özü də qiymətli bir insandır. Ədəbiyyatımızda, əməliyyat sənətimizdə araşdırdıq məsələləri, ayrıca bir Azərbaycanın musiqi alətləri ayrı fundamental bir kitab yazıb. Elə bu kitabda da ondan çox istifadə olunur. Və mən istəyirəm ki, bu ansambli mənim üçün çox əziz olan ansambli. Yəni, o ansamblin ilk çıxışının burada 3 şairi var da, Polad müəllim, Fərhadla. Üçümüz də o gün oradaydıq və bizim gözümüzün qabağında xeyir duamızla bu ilk adımını atıb və yolunu davam edir. Munis Şərifov da sağ olsun ki, bu yolu uğurla davam elətdirir və ansamblin bütün üzvlərinə mən təşəkkür edirəm ki, bunlar yalnız musiqi ifa eləmirlər. Bunlar həm də ümumilikli mənası olan vacib bir işi görürlər. Uğurlar arzulayıram və onların ifasında çox keçmişlərdə qalan bir irsi bugün səslənişini dinləyək. Buyurun.
Milli Məclisdə bugün mənim qəbul edilməydi. Adətən qəbula gələnlər deyir ki, mənim işdən çıxardıqları işə bərpa ilə, ya işə düzəltmə, ya xəstəyən bir müalicəmə kömək olsun, belə məişət məsələsi. Bugün bir nəfər gələnlərin içərisində bir nəfər var. Deyir ki, bu vaxtı ilə hərbi orkestrdə, sizinkində yox olursa hərbi orkestrdə çalıb illərdən. İndi yenə fəaliyyəti davam elətdirir başqa bir ansambılda. Deyir ki, mənim bir istəyim budur ki, bu bağlamanın təbliğatı ilə də çox məşğul olmaz. Çünki doğrudan da tək bizim milli musiqi alətimizdir, ermənilər bir düdük deyib sahib çıxırlar ona. Bu qanun musiqi aləti ki var, bunun ermənilər sahib çıxmışlar, yer durmuşlar. Adından qanun tarixin dünənlərindən gəlir və mən çox təşəkkür edirəm, yaşadırsam bunu. Və Asiya Tadıyevin zamanında bunu ilk dəfə ifa edəndə ermənilər hakim salmışdılar ki, bizimkidir, oğurlamısınız bizdən. Yəni bizimkin oğurlayıblar, yer dururlar sonra. Ona görə biz yiyəsi olduğumuz, sahibi olduğumuz sərvətləri yaxşı qorumalıyıq. Ona görə bu ansambl yalnız tədbirdən tədbirə yox, Azərbaycan televiziyalarında da, yalnız mərkəzi bizim əsas dövlət televiziyasında yox, ictimai televiziyada yox. Digər televiziyalarında bunlara yer verməlidirlər. Həm də yalnız konsert kimi yox, həm də izah eləməlidirlər. Bilinsin, nəyə yer durmasan, səndən onu qurlayacaqlar. Qarabağdan bağlı 200 il iş aparır ermənilər. Niyə bizim əlimizdən alabilirlər? Çünki yetərincə, layiqincə ona sahiblik edə bilmədik. Sən layiqincə sahib olmayanda ona yer dururlar və sənin əlindən alırlar. İndi o cümlə dinlədiniz, görürsünüz nə gözəldir. Bu Teymurləngi bir sözü var. Teymurlən deyib ki, ən qəddar adamlardan biri olur və böyük bir imperiya. Deyir ki, hökümdarın sözü onun qılıncından ki, olmalıdır. Bu bir kəlməlidir və yəhə deyə yox. Əbdülqadir Maraqdagi ölüm cəzası vermişdir. Və sözün deyil və yerinə getirilməlidir. Amma Əbdülqadir də bunu bilir. Gəlir, bunun sarayına gəlir, bunun cüzuruna, oturur, budun başlayır, çala-çala oxuyur. Oxuyur, burada ayaq üstə dayanır Teymurlən. Çaldıqca, oxuduqca, yavaş-yavaş fikrə gedir, sonra oturur. Bir xeyli keçir, bu da uzadır ki, tamam kondisiyaya gəlsin də. 5 dəqiqə, 10 dəqiqə çalır. Deyir ki, yaş, dur geç. Buna ən yüksək mükafat təyin edir, məvacib təyin edir, yenə edir sarayının baş musiqisi. Onun musiqisidir. Bu gözəl olmaya bilərmi? Yüzükləri keçib bugün gəlib çatır və gələcəyə də çatacaq. Onun, demək, Camiə Əlham adında bir əlyazması var. Britaniya Muzeyində müstəsə saxlanılır. Yerə Azərbaycana gəlsin, tərcümə olun. Camiə Əlhamın içərisində 40-dan artıq melodiyası var ki, sözün özü yazır, musiqisinin özü bəstəlir. Və mən illər öncə yazmışam ki, günlərin birində mühasirə edirəm, Bakıda bir konsert olsun ki, Əbdülqadir Maraqdaginin sözlərindən və musiqilərindən ibarət konsertdir. Musiqide də özü yazır, bəstəliyim, sözü də özü yazır. Üstündən 500 il keçəndən sonra, 600 il keçəndən sonra o konsert səslənir bir dəfə. Hansı Avropa bəstəkarının əsəri var ki, 6 əsər, 5 əsər bundan əvvəl musiqi də yazsın, sözünü özü yazsın, musiqisini özü bəstələsin, böyük bir konsert verəbilsin. Biz bunu edəyək. Bunlar biz milləti böyüləmirik. Millətin böyüklüyü dünyayı göstərir. Mən sizə uğurlar arzulayıram və inanıram ki, gələcəkdə də mədəniyyətinizi zənginləşdirməkdə, xidmətlər göstərməkdə davam edəcəksiniz. Təşəkkür ederim. Sağ olun. Necə? Yaxşı. İndi sonra gidəcək. İndi mən biraz video müraciətlər var, mən onları təqdim edirəm, siz onlara baxacaqsınız. Mən hamısını oxuyum, çünki bu adamlar da hamısı müxtəlif Türk Cumhuriyyətlərindəndir. Onların da bu kitabın araya edisiyə gəlməsində əməyi var. Bir adlarını sadalayıram, demək atlasın hazırlanmasında iştirak etmiş və Mərkəzi Asiyadan olan ekspertlərin video müraciəti. Sauli Uteqaliyeva, Kurmanqazı adına Qazaq Milli Konservatoriyasının Musiqi-Şünaslıq və Bəstəkarlıq Kafedrasının profesoru, sənətşünaslıq elmləri doktoru, Qazaxıstan Respublikasının əməkdaşı. Şoistə Qanixanova, Özbəkistan Dövlət Konservatoriyası sənətşünaslıq elmləri doktoru, profesor. Roza Amanova, Milli Elmlər Akademiyasının fəlsəfə hüquq və sosial tədqiqatlarının tarix, folklor və ənənəvi musiqi incəsənəti şöbəsinin müdiri. Taktavul adına beynəlxalq mükafatının laureatı, Qırğızistan Respublikasının xalq artisti, sənətşünaslıq elmləri doktor, profesor. Növbətçisi Bahargül Yaqubova, Maya Kuliyeva adına Türkmenistan Milli Konservatoriyasının Musiqi Tarixi Kafedrasının baş müəllimi və müdiri. Qıçaq üçün Türkmen yox, bu artıq
Здравствуйте, дорогие коллеги и друзья! Хотела поблагодарить организаторов мероприятия, руководство Бакинской академии музыки имени Гаджибейли, а также Фонд тюркской культуры и наследия за приглашение участвовать в презентации книги «Национальные музыкальные инструменты тюркоязычных стран». Данное издание – яркое событие в культурной жизни всего тюркского мира. Поздравляю всех участников проекта, его руководителей, ректора Бакинской музыкальной академии имени Гаджибейли, народного артиста СССР и Азербайджанской республики, профессора Фархада Бадалбейли, прошлого и нынешнего президента Фонда тюркской культуры и наследия Гюнай Эфендиеву и Актоты Раймкулову, координатора, PhD-доцента Нуриду Исмаилзаде, а также исполнителей, исследователей из Турции, Азербайджана, Казахстана, Киргизской республики, Узбекистана и Туркменистана, представивших свои материалы по музыкальным инструментам. Атлас, в котором дается информация о 104 наиболее распространенных традиционных музыкальных инструментах 6 тюркоязычных стран, выходит впервые. Достаточно вспомнить, что обобщающие сведения о тюркских музыкальных инструментах приводились в XX веке в известном атласе музыкальных инструментов народов СССР. Это второе издание, которое вышло в 1975 году. Как самостоятельное явление они не рассматривались. Более того, атлас впервые публикуется на 4 языках – турецком, азербайджанском, русском и английском, что дает возможность ознакомиться с его содержанием самому широкому кругу специалистов и любителей народной музыки. Поэтому презентируемое издание – важное достижение современной органологической науки. Разумеется, оно соответствует идеям тюркского единства, носит просветительский характер и будет способствовать популяризации и пропаганде общетюркских духовных ценностей в мире. Данная книга может служить начальным этапом в реализации более крупных проектов, связанных с созданием общей энциклопедии музыкальных инструментов тюркоязычных народов Евразии. На наш взгляд, необходимость в ее появлении давно назрела. Каждый из разделов атласа, посвященных той или иной республике, состоит из вступительной статьи и краткого описания музыкальных инструментов, в котором приводятся исторические данные, даются их эргологические и морфологические характеристики, а также особенности бытования в музыкальной практике. Кроме того, сведения о музыкальных инструментах сопровождаются их фотографиями. Мне выпала большая честь написать о казахских музыкальных инструментах. Я обращалась к трудам предшественников, прежде всего Сарыбаева Булата Шамгалиевича, посвященных казахским музыкальным инструментам. Многое пришлось переосмыслить. Нами приводится характеристика 15 музыкальных инструментов, что также сделано впервые. Это такие инструменты, как асатаяк, конграу, туяхтас, шанкобыс, дабыл, дангыра, сырнай, сассырнай, сыбызғы, уран, жетіген, адырна, хобыс, шертер и домбра. Некоторые из них были добавлены по нашей инициативе. В подготовке этого материала принимал участие и профессор Казахского национального университета искусств, кандидат искусствоведения Раушан Нуртаза. Ввиду необходимости предоставить статьи о музыкальных инструментах в короткие, сжатые сроки, в процессе работы над атласом мы тесно сотрудничали с нашими коллегами из Азербайджана, консультировались и оказывали друг другу взаимную помощь. В этой связи хотела выразить глубокую благодарность заведующей научно-исследовательской лабораторией Бакинской музыкальной академии имени Гаджибейли, доктору философии по искусствоведению, доценту Нуриде Исмаилзаде за неизменную поддержку наших предложений и идей, доктору философии по искусствоведению имени Алиевой за ее активное участие в обсуждении ряда вопросов. Хочется выразить глубокую благодарность новому президенту Фонда тюркской культуры и наследия Актоты Раймкуловой за поддержку данного проекта и при непосредственном участии которой книга увидела свет. В заключение мне хочется пожелать нашему атласу «Национальные музыкальные инструменты тюркоязычных стран» счастливого пути, благополучного удачного плавания, выразить надежду на дальнейшее сотрудничество ученых из разных тюркских стран в реализации новых перспективных проектов, направленных на развитие такой области знания, как музыкальная тюркология. Спасибо за внимание. Здравствуйте, дорогие коллеги. Мне очень приятно
но, к сожалению, только онлайн присутствовать на презентации вот этого замечательного атласа, который является трудом большого количества ученых, представляющих тюркскоязычные страны. Я сказала, к сожалению, онлайн, потому что хотелось бы, чтобы мы все-таки собрались и офлайн все вместе. В Узбекистане прошла презентация этого замечательного издания, она прошла очень масштабно, были приглашены ведущие ученые и деятели музыкальной культуры и искусства почти со всей республики, это включая и высокопоставленных лиц, представителей министерств, ведомств, учебных заведений, заведений культуры. И на презентации присутствовали Актаты Раймкулова, министр культуры Узбекистана, которые высоко оценили наш с вами труд. Ведь он посвящен музыкальным инструментам тюркских народов. И работая над этим сборником, мы лишний раз увидели, мы это знали, но вот здесь мы почувствовали, глубоко почувствовали общность не только инструментария, а общность в различных областях нашего культурного наследия. Я надеюсь, это не последний труд, и мы продолжим путь по объединению, путь по сближению наших культур. Я бы хотела сказать большое спасибо Бакинской академии музыки, ее представителям, в частности, Нуриде Ханум Исмаилзаде и Мине Ханум Гаджиевой, которые четко ставили цели написании материалов к этому сборнику, отвечали на все вопросы, корректировали наши работы, и я надеюсь, что этот труд найдет свое продолжение в будущем. Салам, мехрван достлар, идит кардешлер. Здравствуйте, уважаемые коллеги, дорогие друзья. От имени профессорско-преподавательского состава Туркменской национальной консерватории имени Майи Кулиевой разрешите приветствовать наших азербайджанских друзей и коллег. Вначале я хотела бы поздравить всех участников проекта «Национальные музыкальные инструменты туркоязычных стран» с выходом в свет данного атласа. Мне посчастливилось принять участие в работе над разделом о туркменских национальных музыкальных инструментах. Для меня стало большой честью участие в этом масштабном проекте в качестве соавтора. Единство, согласие и сплоченность духовно сближает людей. В свою очередь, духовная близость, укрепляя добросердечные отношения, прокладывает мосты дружбы и братства. Туркменская музыкальная культура уходит корнями в глубокую древность. О музыкальных традициях, распространенных на территории древнего Туркменистана, многое могут рассказать изображения ударных, духовых и струнных инструментов на парфянских ритонах. Многочисленной терракотовой статуэткой, найденной при раскопках Маргианы, одного из центров мировой цивилизации и ее ядра Мерва, древнего города Ниса, среди которых особый интерес для нас представляет статуэтка музыкантов. Широко отражены национальные музыкальные инструменты фольклора и в эпическом творчестве туркмен. В Туркменской национальной консерватории студенты проходят курс по предмету «Музыкальная культура народов Востока». В процессе этого изучения они знакомятся с музыкальной культурой, национальными инструментами и творчеством известных музыкантов туркоязычных народов. Наша совместная работа будет иметь большую ценность для туркменских профессиональных музыкантов и всех тех, кто интересуется музыкальным искусством. Внесенные в настоящий атлас музыкальные инструменты, пройдя долгий исторический путь, сохранили и донесли до нас многие черты традиционного исполнительства. В музыкальном инструментарии туркоязычных народов немало общего. Это касается и их названий, и конструктивных особенностей, и манеры исполнения, и бытования, и роли традиционных инструментов в жизни народа. В то же время участие в данном проекте предоставляет прекрасную возможность познакомить широкую общественность с отличительными и характерными чертами национального музыкального инструментария Туркменистана.
Пользуясь случаем, выражаю огромную благодарность своим азербайджанским коллегам, в особенности находившимся в непосредственном контакте с нами, уважаемым докторам философии из Бакинской академии музыки имени Гаджибейли, Эмина Гаджиевна Алиевой и Нурида Джафаровна Исмаилзаде. Возможность быть продолжателями традиций народного творчества с ближайшего народа, делиться им с братскими народами, обмениваться полученным опытом является для нас большой честью. Поэтому мы и в дальнейшем хотели бы поддерживать наше с вами взаимное сотрудничество. Уважаемые друзья, на этом я хотела бы завершить свое выступление и пожелать каждому из вас здоровья, благополучия, больших успехов в работе и творчестве. Спасибо за внимание. Дорогие друзья, я сейчас хочу предоставить вашему вниманию народную мелодию для гаджака «Ниргир» в исполнении нашего педагога, замечательного гаджакиста Курбанмурада Байчикова. Кыргызстандан ысык салам айтабыз. Уважаемые коллеги, сегодня мы являемся свидетелями презентации уникального научного труда
атласа «Национальные музыкальные инструменты тюркоязычных стран». Это фундаментальное исследование, раскрывающее историю и особенности музыкальных инструментов тюркских народов, представляет собой значимый вклад в изучение культурного наследия и способствует укреплению связей между нашими народами. От имени научно-исследовательского центра традиционной культуры и искусства Национальной академии наук Кыргызской Республики позвольте поздравить Бакинскую музыкальную академию имени Узеира Гаджибейли и Фонд тюркской культуры и наследия с успешной реализацией данного проекта. Мы, музыканты, носители, этномузыковеды, выражаем глубокую признательность за поддержку различных научно-исследовательских инициатив по сохранению и популяризации культурного наследия тюркских народов и хотим выразить благодарность Фонду тюркской культуры и наследия, возглавляемому уважаемой Ахтуты Рахметуллаевной. А также, как автор статьи от имени Кыргызской Республики, выражаем искреннюю благодарность инициаторам, авторам проекта Бакинской музыкальной академии во главе с уважаемым ректором, народным артистом Советского Союза и Азербайджана, профессором Фархадом Бадальбейли и его высокопрофессиональной команде музыковедов и педагогов в лице Гульнас Абдуллазаде, Нуриды Исмаилзаде, Имины Алиевой, а также всему профессорско-преподавательскому составу. Желаем руководству, коллективу и всем участникам проекта творческих и научных успехов. А также приглашаем вас принять участие на первом Всемирном фестивале традиционной культуры и искусства «Рух-Санат», который планируется провести в Кыргызстане в июле месяце этого года при поддержке Фондом тюркской культуры и наследия. И вашему вниманию представляем кю на национальном кыргызском инструменте кумус Ибрая Туманова «Джаштилек» в исполнении аспиранта научно-исследовательского центра традиционной культуры и искусства Национальной академии наук Кыргызской Республики Чолпон Мелизбековой.
mən dəvət edirəm bizim çox dəyərli müəllimiz Ramil Qasımovu adını da bayaq çəkdim. Ramil Qasımov Üzeyir bəyin Sənsizini oxuyacaq və Üzeyir bəyin Sənsizinin və digər hər hansı əsərinin bugün səslənməsinə onun hamıdan çox haqqı var. Çünki musiqi alətlərini qorumaq, yaşatmaq istiqamətində sizin bugün gördüyünüz işlərin əməlində dayanan da Üzeyir bəydir. Buyursunlar. sensiz,
Nərgiz Cəfərovla beynəlxalq müsabiqələr laureatıdır. Fikrət Əmirovun Azərbaycan evlərini oxuyacaq. Amma mən bir kəlmə deməyi vacib sayıram. Təsadüfən indi başqa mövzu nömrəsi olacaqdır. Amma seçiblər Fikrət Əmirovun Azərbaycan evlərini. Amma bunun məntiqi var, mənası var. Çünki bugün musiqi alətlərindən danışırıq, musiqi alətlərin keçmişindən, onun Türk xalqları, Türk dünyasını birləşdirməsindən. Fikrət Əmirovun atası Məşədi Cəmil Əmirov bir çox musiqi alətlərini çox mükəmməl şəkildə çala bilən, musiqi nəzəriyyəsi ilə bağlı kitablar yazan və bir sıra musiqi alətləri ki, Azərbaycanda istifadədə yoxdur. Türkiyədə vardı, Osmanlıda vardı, onları Azərbaycana gətirən bir adamdır. Yəni, Fikrət Əmirovun bugün bura gəlməsi həm də onun atasının xatirəsini bura gətirir və bu insanları gərək biz həmişə minnətdarlıqla yad edilir. Buyurun Nərgiz xanım. Çok teşekkür ederim ve bizim kitapla bağlı düşüncelerini bölüşecek daha iki çıkışçımız var. Biri Türkiye'den değil, biri Azerbaycan'dan. Evvelce ben Türkiye'li konularımızı davet ediyorum. Meysel Kaya, Türkiye'deki Osmaniye Korkutada Üniversitesi'ndendir. Buyurun. Tekrar ederim. Çok değerli bakanlarım, milletvekillerim, rektörlerim, devlet kurumlarımızın kıymetli amirleri ve kaçışmaz bilim insanları, hepinizi saygı ve sevgiyle selamlıyorum. Türk dilli ülkelerin milli musiki aletleri projesini tanıtım ve takdimat töreni için Türkiye'nin Osmaniye şehrinden, yani Korkut Ata Üniversitesi Mimarlık Tasarım ve Güzel Sanatlar Fakültesinden dekan yardımcısı olarak katılmaktayım. Bakın bu
ameliyatların atlasının, yani bu projenin yapılma aşaması başlangıcında ve öncesinde ağırlıklı ve sancılı günlerden geçtiğimiz vakitlerde kardeş ülke olan Can Azerbaycan'dan gelen telefon ve teklif beni ziyadesiyle sevince bulmuştur. Bu kitabın ortaya çıkması, stratejik ve milli siyaset anlayışıyla istediği noktaya ve amacına ulaşmıştır. Dünyada pandemi sürecinde ve sonrasında Türkiye'de meydana gelen daha sonraki deprem tehdidinde kardeşliğimiz için yapılan destek ve çalışmalarda Can Azerbaycan'ın ve Türk Cumhuriyetlerimizin desteklerini her zaman görmüştür. Biz bilim insanlarına Cumhurbaşkanımızın ve Cumhurbaşkanlarımızın destekleriyle bilimsel çalışmalarımızı ve ürünlerimizi gelecek nesillere vatanlarımız bırakmamız için verdikleri kaygılarına göre de teşekkürlerimizi sunarız. Yine bu projenin oluşmasında büyük emek sahibi olan Azerbaycan milletvekilimiz olan Türk Medeniyeti ve İrsi'nin fondunda da emekleri olan Günay Efendiye hanımefendilerine teşekkürlerimizi bir borç biliriz. Bu barede yine bu projenin, bu kitabın oluşmasında büyük emek sahibi olan Azerbaycan'ın öncülüğünde Bakü Müzik Akademisi'nin rektörü Profesör Doktor Ferhat Bederbeyli'ye, Profesör Doktor Gülnaz Abdullahzadeli hanımefendilerine, Profesör Doktor Nuride İsmailzade hanımefendilerine ve Türk Dili Halkların bilim insanlarına ve tüm ekiplerine canı gönülden teşekkürlerimizi sunarız. Bu barede yapmış olduğumuz bu güzel organizasyonun en layıkıyla ve en güzel şekliyle bu törenin gerçekleşmesini ve takdimatını teşkilatçılığına göre, gösterdiği kaygılarına göre de akademik Profesör Doktor Rafael Hüseyinoğlu Beyefendilerine teşekkürlerimizi bir borç biliriz. Çok teşekkür ediyorum, saygılarımı sunuyorum. Çok teşekkür ederim. Yılmaz Kanmanlı'dan davet edirəm çünkü o bu kitabın ortaya gelmesine, araya gelmesinde çok büyük emekler var. Ümumiyyətlə, musiqimizin elə bunlar nəsəllik şəhərlər peş olan insanlardır. Musiqi Akademiyasının prorektörü, Profesör Yılmaz Kanmanlı'dır. Biz de oradan çok büyük heyecanla bu işe başvurduk. Evvela istəyərdim də deyəm ki, bizim hörmətli prezidentimizin elan elədiyi Üzeyir Hacıbəyli'nin 140 illiyi çərçivəsində bu tədbiri keçirtməkdə bu da bir rəmzi bir xarakter daşıyır. Rəmzi xarakter daşıyır ki, biz Ramazan günləri yaşayırıq və biz bu günü çox gözləyirdik. Biz kim? Fərhad müəllim başda olmamız. İnanırım sizə ki, bütün addımları biz oyunla məsləhətləşirdik və hər zaman onda millətə sevgi, tarixa bir nəzər salmaq, Turançılığın mənasını dilər. Bütün bunlar əlbəttə ki, Fərhad müəllimdən gələn bir tövsiyələr idi və bu tövsiyələrin əsasında biz öz işimizi qururduq. Biz digər Türk ölkələrlə əlaqə saxlayırdıq və onların aparıcı alimləri bu işə dəvət edirdik. İlk öncə bu layihəyə kim imzanı atdı və bu layihəni kim davam elədi. Biz burada onu gördük, şahidi olduq. Cinel Xan, Elin Ziva, sonra bizim hörmətli aktarımız. Hətta biz onun şəxsi qonağı da olduq bu məsələ ilə əlaqədar olaraq. Bütün tövsiyələri oradan alırdıq. Düşünməyək ki, bu çox asas bir iş oldu. Çünki bu məsuliyyətli işdir. Bir əldən səs çıxmaz. Doğrudan bu qələm götürüb yazan bir xeyli insan
insan oldu. Elmi laboratoriyanın işçiləri, aparıcı alimləri, onları mən istəyərdim sadalayan, bu Ramiz müəllim, sonra Rauf Bəhməlli, sonra Arif Əsədullayev, həmbəttə Qafarova, Maya Qafarova və Milli Konservatoriyası biz bura cəlb elədik. Milli Konservatoriyadan Abbas Qulu müəllim bu işə qatıldı. Elmlər doktoru kimi, Arqanolov kimi. Redaksiya heyəti, mən istəyərdim onları dilə gətirən, Yeganə xanım çox bizə kömək elədi. Əlaqələri yaratmaq, layihəni yaratmaq, doğrudan onun zəhməti çox oldu. Nərminə xanımı dəstəklədi və Nuridə xanımı mən istəyərdim xüsusi qeyd edirəm. Çünki Nuridə xanım bütün bu respublikalarla gecə düz əlaqə saxlayırdı. Bəzi hallarda gecə saat 2-də, 3-də, bir də görürsünüz ki, əlaqə olmurdu texniki baxımdan. Ona görə nə gecəsi, nə gündüzü var idi. Bugünkü günə qədər təşkilat işində, tərcümə məsələsində, tərcümə məsələsi çox ciddi məsələdir. Rafael müəllim, siz onu çox sizin şükür, böyük alimsiniz, o dəqiqə bütün növsanları, nöqtələri görürsünüz. Bu çox çətin bir işdir. Amma bu ilk qaranquşlar. Hesab edin ki, bu ilk qaranquşlardır. Biz buna əl uzatdıq. Meyil elədik, cəsarət göstərdik. Ancaq mən belə deyirəm. Və burada bu işə qatılan İbn Xanım əlim var. Bu işə qatılan Nigar, oturub burada sizi gördüm Nigar. Onların zəhməti çox olur. Ona görə mən onları dilə gətirirəm və ən əsas əlbəttə ki, Fərhad müəllimin dəstəyi, Yeganə xanım əlaqələri yaratmaq, bir də Nuridə xanımın gecə gündüz kompüterin arxasında yanmaq, onları quraşdırmaq. Hamıya təşəkkür bildirirəm. Rafael müəllim, xüsusilə sizə, sanki siz bütün bu Respublikada olan hadisələri, gözə görünən və gözə görünməyən bütün nüansları çox yaxşı hiss edirsiniz. Və o dəqiqə bilirsiniz ki, bu istiqamət ha tərəfdə olmalıdır. Millətimizə, xalqımıza lazım olan istiqamət nədən ibarətdir? Sizə çox sağ olun. Çok sağ olun, çok teşekkür ederim Yılmaz Hanım. Bütün görülen işlere göre ben başta Ferhat Bədəlbəyli olmaqla Musiqi Akademiyasının kollektivinə təşəkkür edirəm. Bir komandadır. O komanda olmasaydı bu iş görülə bilməzdi. Ancaq komanda da olur, yaxşı rəhbər də olur, iş ortaya çıxır bəzən. Amma səbəb nədir ki, yaxşı iş ortaya çıxır? Səbəbin vaxtilə Füzuli izah edir. Burada bayaq tütək çalınır və tütək elə neyin bir dördükdə vaxt bu təsadüdür ki, Cəvaləddin Rumi məsələmizin elə neylə başlayırdı ki, dilində kimi neydən hekayət söyləyir, ayrılıqlardan şikayət edir. Füzuli deyir ki, eşqdir o nəşqi-i kamil ki, deyir o nəşqələrin, zövqlərin ən kamili eşqdir. Nəyə görə? Deyir, eşqdir o nəşqi-i kamil ki, ondandır müdan meylə təşviri hərarə neylə təsir edirsə da. Deyir, sən şərabı içirsənsə, sənə təsir edirsə, sənə xumarlıq gətirirsə, onun səbəbi o şərabın içərisində, cövhərində olan eşqdir. Musiqiyə qulaq asırsan, musiqi səni həyəcanlandırırsa, sənə təsir edirsə, səbəbi eşqdir. İstənilən bir işi görəndə gəlir onun içərisində eşq olsun. Sevgi ilə görəsən o işi və Fərhad və onun komandası bu işi çox həvəslə, zevqi ilə görür. Yeganə xanım da, Nuridə xanım da, bu işə qatılan digər əməkdaşların hər biri də çox fəal oldular, can yandırdılar. Eləcə də o Arif Əsədullayev adını çəkdiniz. Abbas Qulu Nəcəbzadənin adını çəkməniz ama mən çəkirəm çünki onun orada da müqəddiməsi də var. O da ümumiyyətlə bu istiqamətdə çox böyük işlər görmüş insandır. Rauf Bəhməndinin son illərdəki fəaliyyətləri çox diqqətə layiqdir.
həm musiqi alətlərimizi qorumaq baxımından, həm də musiqi alətlərimizin digər və musiqi alətlərimizin, rəqslərimizin, xalq melodiyalarının digər xalqlar tərəfindən mənimsənilməsinin qarşısını almaq səmtində çox böyük işlər var. Odur ki, mən sizin hamınıza təşəkkür edirəm və indi bir musiqi ilə tamamlayacağıq. Bu musiqi əslində bir rəmzdir. Həm bu kitabın ideyası ilə təyin edir. Çünki onu bizim Dağıstandan olan və indi Qazaxıstanla bağlı olan, amma Azərbaycanlı olan gənc ifa edəcəklər. Və o musiqinin adında da bir böyük rəmz var. Musiqinin adı Adaydır. Adaydır, mən Artuğ xanımdan soruşuram ki, aday sözünün anlamı nədir, mənası nədir? Deyir ki, orada Qazaxıstanda bir tayfa da çox döyüşkən, çox məğrur, qürurlu. Və bizə elə döyüşkənlik lazımdır. Döyüşkənlik yalnız silahla yox, sözlə də, əqidə ilə də, fikirlə də, mədəniyyətlə də mübarizlik və döyüşkənlik ola bilər. Odur ki, mən arzu edirəm ki, Türk dünyasının birləşilməsin, Türk dünyasının vəhdətli olmasını istəyiriksə, gerək döyüşkən olur. Döyüşkən, yəni, dediyim kimi, yalnız silahla, çarpışmayla yox, elə fikrimizlə döyüşək, əqidəmizlə, mübarizələrimizlə, elmimizlə döyüşək. Seyrik Nurmaldayev Danqıra və Danqırada Adnan Əmirli, bizim Azərbaycanlıdır, Qazaxıstanın ölkə rəhbərliyi ona xüsusi təqaüd verib, orada təhsil alacaq və bu da bizim birliyimizin daha bir ifadəsidir. Jadıra Nusrepova, həmən dediyim kimi, o aday melodiyasını sizə çatırır. Buyurun. Kimlerden oturtulmuşum? Azərbaycanın və Türk dünyasının mədəni həyatında baş vermiş çox əlamətlər bir hadisənin şahidi olduq. Bir kitab yaranır. Dünyada çox bayramlar var. İndi qarşıdan qadınların bayramı gəlir, ondan sonra Noruz bayramı gəlir, sonra may gələcək, mayda bayramlar da olur. Elə bayramlar var ki, gəlir, gedir. Elə bayramlar var ki, onların yeri təqvimdə daimdir, ildə bir dəfə qeyd olunur. Amma dünyadakı və dünyanın bütün xalqlarında və dünyanın hər yerindəki ən əbədi bayram kitabın bayramıdır. Kitab 1000 il əvvəl də yaranırsa, 500 il əvvəl də 100 il əvvəl yaxşı kitabdırsa, yaşamaq layiq kitabdırsa yaşayır və çox insanlarla, çox gələcək nəsillərdən danışır. Belə bir kitab yaranır, çox qiymətli bir kitab, Türk dünyasını birləşdirmək nöqteyi nəzərindən qiymətli. İçərisi ilə bağlı dedim ki, orada görüləcək işlər çoxdur, görülməli və görüləcək də. Və o əsas odur ki, onun içərisini edilmək lazım, içərisi genişlənsin. Həm elmi baxımdan daha dəb olsun, həm də genişlənsin. Ora yalnız altı Türk dövləti yox, digər Türk xalqları da cəmlənsinlər. Onda böyüklüyümüz, möhtəşəmliyimiz daha o elə Türk Mədəniyyəti və İrsi Fondunun dövləti layihəsi də olsun.
Amma bu kitabın əsas siyasi, mədəni xidməti və cəmiyyətə çatdırdığı mesaj ondan ibarətdir ki, biz həqiqətən bir ailəyik, bu ailə möhkəmdir, bu ailə birdir və bu ailəni birləşdirən çox üzvü birləşdirən xəttlər var və həm də bu birləşdirici xəttlər tarixin çox uzaqlarından gəlir. Mən arzu edirəm ki, belə kitablar, belə bayramlar çox olsun və biz Türk dünyasının belə bütövlüyünə və